Salam. Bugün çox fundamental bir mətnə baxırıq. Platonun Sokratın müdafiəsi, Afina məhkəməsi, ölüm hökmü təhlükəsi və bir filosofun özünü, öz prinsiplərini müdafiəsi. Bəli, salam, əlimizdəki mənbələr də məhz bu məşhur mətnin hissələri və Sokratın ümumi baxışlarına dair qeydlərdir. Çalışacaq ki, Sokratın müdafiəsini təkcə hadisə kimi yox, onun fəlsəfəsinin bir növ güzgüsü kimi anlayaq. Təsəvvür edin də vəziyyəti. İttihamlar ağırdır, həyatı sözün əsl mənasında tükdən asılıdır, amma Sokrat heç də güzəştə getmir. Gəlin baxaq görək necə müdafiə olunur. Bu mətn həqiqətən də sadəcə tarifi bir sənət deyil, elə bir fəlsəfi bir manifestdir. Sokratın müdrikliyə, ədalətə, həqiqət axtarışına, hətta ölümə baxışı, hamısı burada üzə çıxır. Məhkəmədəki davranışı da elə fəlsəfəsinin özüdür, elə deyilmi? Tamamilə. Canlı təcəssümü, bəli. Deməli, Sokrat deyir ki, iki cür ittiham var. Biri köhnə, illərdir danışılan şayələr. O ki var, deyirdilər güya təbiət hadisələrini araşdırır, pis yaxşı göstərir, pul alıb dərs keçir. Düzdür. Bir də Meletosun irəli sürdüyü təzə ittihamlar var. Dövlət tanrılarına inanmamaq, yeni tanrılar gətirmək, gənclərin əxlaqını pozmaq. Amma maraqlıdır ki, Sokrat deyir, mənim üçün əsas təhlükə o köhnə şayələrdir. Niyə görə sizcə? Çox məntiqli səbəbi var əslində. O köhnə şayələr, necə deyim, insanların şuuruna hopub, illərdir formalaşmış bir qərəz var ortada. Onlarla mübarizə aparmaq daha çətindir axı. Aha, yəni təzə ittihamları çürütmək daha asandır, nəinki kök salmış bir ön mühakiməni. Bəli. Köhnə ittihamlara cavabında da Sokrat çox konkret danışır. Deyir, heç vaxt təbiət elmləri ilə, yəni o dövrün fizikası ilə dərindən məşğul olmamışam, kimdənsə dərs üçün pul da almamışam. Əsas məqam isə Delfi kaininin sözləri ətrafında fırlanır. O məşhur kəhanət. Heç kim Sokratdan daha müdrik deyil. Bu necə təsir edir ona? Əvvəlcə çox təəccüblənir, deyir, axı mən heç nə bilmirəm, bu necə ola bilər? Yəni öz cəhalətinin fərqindədir axı. Və sonra necə anlayır bu kəhanətin mənasını? Bax, məhz burada onun fəlsəfi metodu işə düşür. Başlayır Afinanın müdrik sayılan adamlarını, siyasətçiləri, şairləri, sənətkarları sorğu-suala tutmağa. Nə nəticəyə gəlir? Görür ki, bu adamlar müəyyən sahələrdə nəsə bilirlər, amma əslində bilmədikləri çox şey haqqında da bildiklərini zənn edirlər. Yəni, öz cəhalətlərinin fərqində deyirlər. Sokrat isə ən azından nəyi bilmədiyini bilir. Deməli, onun müdrikliyi elə öz cəhalətini bilməsindəymiş. Tam olaraq, məşhur mən bilirəm ki, heç nə bilmirəm, fikri də buradan gəlir və bu axtarış, bu sorğulama onun üçün Tanrı tərəfindən verilmiş bir missiyaya, bir tapşırığa çevrilir. İnsanlara öz cəhalətlərini göstərmək. Bu, çox cəsarətli bir mövqedir. Xüsusən də məhkəmə qarşısında bunu demək. Deməli, onun ətrafdakıları qıcıqlandıran o daimi sorğulaması əslində ilahi bir vəzifə imiş onun nəzərində. Bəli, özü belə təqdim edir. Bu da onun prinsipiallığını göstərir. Yaxşı, bəs Meletosun konkret ittihamları, gəncləri pozmaq və tanrısızlıq, bunlara necə cavab verir? Orada da yəqin ki, məntiqlə çıxış edir. Əlbəttə, çox kəskin və məntiqli arqumentlər işlədir. Məsələn, gəncləri pozmaq ittihamına qarşı o məşhur at təlimçisi analogiyasını gətirir. Aha, necə idi o? Soruşur ki, atları kim daha yaxşı tərbiyə edir? Onları kim yaxşılaşdırır? Bir nəfər mütəxəssis, yaxsa bütün insanlar? Cavab aydındır ki, tək-tük mütəxəssislər. Məntiqlidir. Onda deyir, necə olur ki, gəncləri bütün Afina əhli yaxşılaşdırır, amma təkcə mən, Sokrat, onları pozuram. Bu ağlabatan deyil axı. Üstəlik, bir argumenti də var. Heç kim bilərəkdən öz ətrafındakı insanları pis etmək istəməz. Niyə? Çünki pis insanlar ətrafdakılara, o cümlədən sənə də zərər verə bilər. Yəni, əgər mən gəncləri pozuramsa, dolayısıyla özümə zərər vurmuş oluram. Bunu kim bilə-bilə edər ki? Maraqlı yanaşmadır. Bəs tanrılara inanmamaq ittihamı, bu çox ciddidir axı o dövrdə. Çox ciddi, bəli. Amma Sokrat burada da Meletosu, necə deyim, öz sözləri ilə təqzib edir. Meletos ittihamnamədə yazıb ki, Sokrat daimonlara inanır. Yəni, tanrısal varlıqlara, ilahi səslərə, işarələrə. Özü yazıb bunu. Bəli.
Sokrat da soruşur, əgər mən daimonlara inanıramsa ki, onlar ya tanrıların özləridir, ya da onların övladlarıdır, yarım tanrılardır, necə ola bilər ki, mən tanrıların özlərinə inanmayım? Bu, elə bil, atlara inanıb, amma atların mövcudluğunu inkar etmək kimi bir şeydir. Ya da musiqiyə inanıb, musiqiçilərə inanmamaq kimi. Deməli, Meletosu məntiqi ziddiyyətə salır. Göstərir ki, ittiham özü hüzünü təqzib edir. Tam olaraq, ittihamın əsassız olduğunu beləcə ortaya qoyur. Amma bütün bu güclü məntiqi argumentlərə baxmayaraq, nəticə məlumdur. Sokratı ölümə məhkum edirlər. Onun ölüm hökmünə reaksiyası, ölüm haqqında düşüncələri, bu da çox təsirlidir. Sanki heç qorxmur. Həqiqətən də elədir. Sokrat çox sakit qarşılayır. Ölümün nə olduğunu bilmədiyini etiraf edir. Deyir, ölüm iki şeydən biri ola bilər. Ya tam bir yoxluqdur, səs-küysüz, dərin bir yuxu kimidir. Əgər belədirsə, pis deyil ki, əksinə əziyyətlərdən qurtuluşdur. Bəs ikinci ehtimal? Ya da ruhun başqa bir aləmə göçməsidir. Əgər belədirsə, bu da yaxşıdır. Orada keçmişin böyük qəhrəmanları, müdrikləri ilə görüşüb söhbət edə bilərəm, deyir. Homerlə, Hesiodla, Odisseylə fəlsəfi söhbətlərimi orada da davam etdirə bilərəm. Yəni hər iki halda ölüm pis bir şey deyil onun üçün. Belə çıxır. Bilmədiyi bir şeydən niyə qorxsun ki? Amma nədən qorxduğunu da deyir. Ədalətsizlik etməkdən qorxur, şərəfsizlikdən qorxur, prinsiplərindən dönməkdən qorxur. Bax, buna görə məhkəmədən aman diləmir, hakimlərə yalvarmır, ailəsini gətirib ağlatmaqla təzyiq göstərmir. Çünki bu, ədalətli mühakiməyə hörmətsizlik olardı onun nəzərində. Bəli, onun üçün dürüstlük, prinsipial mövqe, həqiqət axtarışı ölümdən də, həyatdan da vacibdir. Və o məşhur ifadəsi də bunu təsdiqləyir. Sorğu-sual olunmamış həyat yaşamağa dəyməz. Yəni, özünü, inanclarını, həyatını daima sorğulamadığın bir ömür boşunadır. Deməli, Sokratın bu müdafiəsi əslində bütün həyat fəlsəfəsinin, necə deyim, bir növ xülasəsi, yekunudur. Öz cəhalətini bilməklə əldə edilən müdriklik. Həqiqət axtarışına sadiqlik, ədaləti hər şeydən üstün tutmaq. Və hətta ölüm qarşısında belə sarsılmayan o fəlsəfi təmkinlilik. Bu, sadəcə bir məhkəmə nitqi deyil, doğrudan da yaşanmış bir fəlsəfədir. Tamamilə razıyam. Və bu, bizi çox vacib bir düşüncəyə gətirib çıxarır. Sokratın bu daimi sorğulama metodu, şübhə etməsi, hazır cavabları, qəlibləşmiş fikirləri qəbul etməməsi. Düşünün, bugünkü dünyamızda informasiya bolluğu, qəti fikirlər, bəzən hətta aqressiv mövqeylər olan bir dövrdə sizin üçün nə ifadə edir? Həqiqətən, öz bildiyimizi sandığımız şeyləri, öz inanclarımızı Sokrat kimi çəkinmədən sorğulamağa, araşdırmağa hazırıqmı? Bu doğrudan da hər birimiz üçün aktual bir sualdır. Elədir. Ümid edirik ki, bu söhbət sizin üçün də düşündürücü oldu. Əgər bu dərin müzakirəni faydalı hesab etdiyinizsə, videomuzu bəyənməyi və kanalımıza abunə olmağı unutmayın. Bizimlə olduğunuz üçün təşəkkür edirik.